Bir neçə gün bundan öncə Marneuli şəhərinin 7 saylı məktəbinin müəlliməsi Dürdanə Nağıyeva çalışdığı məktəbin direktoru tərəfindən ona qarşı qərəzli münasibət göstərildiyini iddia edən sujet yayımlamışdıq. Bugün isə 7 saylı məktəbin bir qrup müəllimələri və həmçinin sözü gedən məktəbdə təhsil alan şagirdlər, eyni zamanda valideynlər Dürdanə Nağıyeva ilə bağlı Marneuli Təhsil Resurs Mərkəzinə ərizə ilə müraciət ediblər. Xəbər portalımıza müsahibə verən məktəbin müəllimləri bildiriblər ki, Dürdanə Nağıyevanın səsləndirdiyi ittihamlar əsassızdır və əksinə o məktəbdə tədris etdiyi dərsdən kənar dini mövzularda və azyaşlı qızların erkən evliliyi və digər mövzular barədə təbliğatlar aparır. 9-cu sinif şagirdlərinin sinif rəhbəriyəm. Yəni dərslərdə öz dərsindən əlavə dini dərsləri keçməyə çalışır. Uşaqların baş açıqlığından barəsində ki, sən niyə baş açıqsan, ayrımcalıq eləyir. Nə bilim, cinlərdəndir. Uşaqlar dəfələrlə gəliblər ki, müəllim cinlərdən danışır. Valideynlər dəfələrlə zəng vurublar mənə ki, Dürdanə müəllimdən şikayətçiyik. Rəsmi olaraq da bildiriş vermişəm bizim məktəbin yəni disiplin komitəsinə. Ondan sonra valideynlər haqqında da söhbət aparmışam ki, yəni onları sakitləşdirməyə çalışmışam. Özündən söhbət aparmışam şifahi olaraq Dürdanə müəllimə ilə. Amma yəni ki, yenə belə davam elədi və bu dərəcəyə gətirib çıxartdı. Bugün bizim buraya valideynlər və müəllimlər olaraq buraya gəlməyimizin səbəbi ondan ibarətdir ki, əslində heç bu problemlə bağlı gündəmdə olmaq istəməzdik. Çünki burada bizim həm dinimiz, həm dilimiz bu cür məsələlərdə hallanmağını heç istəməzdik. Bizim məktəbimizin direktoru, 7 nömrəli məktəbin direktoru Minarə müəlliməyə tərəf əsassız ittihamlar, şər böhtan altında ittiham elədiyi, heç bir əsli olmayan sözlərlə söylədiyi Dürdanə Nağıyevanın biz müəllimlər olaraq təsdiqləyirik ki, elə bir şey yoxdur. Doğrudan da yəni belə o hadisələrin heç biri baş verməyibdir. Bizim məktəbdə başörtülü şagirdlər oxuyur. Niyə onlara məsəl üçün onların başörtüsünə niyə toxunulmayıbdır? Onlara niyə heç bir həqarət olunmayıbdır? Amma Dürdanə müəlliməyə o cür münasibət bildiribdir bizim direktorumuz. Bundan başqa bizim şagirdlərdən və onların ərizəsinə, şikayət ərizəsinə əsasən söyləyə bilərəm ki, Dürdanə Nağıyeva az yaşlı uşaqların evlənməsinə, uşaqları az yaşda evlənməyə təhrik eləyir. Əslində dinin altında dinimizə aidiyyatı olmayan o qədər şeyləri uşaqlara təbliğ eləyir ki, qorxunc dərəcədədir. Əməkdaşlarımıza müsahibə verən valideynlər də Dürdanə Nağıyevanın məktəb direktoruna qarşı səsləndirilən ittihamların əsassız olduğunu və Dürdanə xanımın dərsdən kənar mövzulara yol verdiyini təsdiq edirlər. Şikayətim ona görədir ki, qeyri-etik söhbətlər eləyir uşaqlarla, 18 yaş üzərindən danışır, uşaqlarımızı aşağılayır, nə bilim, görünüşlərinə söz deyir. Belə bu sözlərə görə dərsdən kənar mövzular danışır. İstəmirik o müəlliməyi biz. Ona görə ki, erkən evliliyə təşviq edilir uşaqlarımızı. Biz ora təhsil almağa yollamışıq, biz ora evləndirməyə yollanmamışıq. Evlilik dərsi keçilərmi məktəbdə? Dinimizə gəldikdə də biz dinə qarşı deyilik. Ona görə ki, əlbəttə ki, müsəlmanıq, hamımız dinimizin qarşısında baş əyirik. Amma biz dini öyrətmək üçün uşaqlarımızı mədrəsələrə yollayırıq. Məscidlərimiz var, gözəl, ora gedərlər. Məktəbdə din haqqında söhbət danışmaq olmaz məncə. Demək olar ki, mən çox Minarə müəllimi dəstəkləyirəm, tərifləyirəm. İndiyənə kimi onun haqqında, ya mənim böyük qızım da bu sinfi qutardı, əlaçı qutarıb, indi hal-hazırda institutda oxuyur. Bu məktəbi əlaçı bitirdi, hal-hazırda balaca qızım da bu məktəbdə oxuyur. İndiyənə qədər biz mənim uşaqlarım və özüm hicablıyıq və indiyənə qədər mənim uşaqlarım bu məktəbdən, hətta müdirədən də indiyənə kimi heç bir narazıçılıq ya mənfi bir kəlmələr
kəlmələr işlətdiyini eşitməmişik. 7 saylı məktəbdə təhsil alan bir qrup şagird də Dürdanə Nağıyevanın ittihamlarının qərəzli olduğunu və dərslərdə dini söhbətlər apardığını bildirirlər. Şagirdlərin iddialarına görə hətta o, şagirdlər arasında geyimlərinə görə də ayrı seçkilik salır. Bəli, olub. Biz Dürdanə Nağıyevadan çox şikayətçiyik. O bizə dərs əvəzinə 18 yaş üstü söhbətlər eləyir və bizi təhqir eləyir. Sinifdə başı açıq və başı örtülü ayrılımcılığı edir. Bizə deyir ki, sizin 13 yaşınız var, 13 yaşdan yuxarısınız, siz niyə evlənmirsiniz? Siz artıq evdə qalıbsınız. Belə. Yəni bizim Minarə müəllimlə heç bir narazıçılığımız yoxdur. Minarə müəllim haqqında nə deyib? Hamısı şər böhtandır. Mən Minarə müəllimdən çox razıyam. Nəinki bir müəllim olaraq bizə hər şeyi başa salır. Ancaq Dürdanə Nağıyevadan şikayətçiyəm, narazılığım var. Çünki o dərs vaxtı bizə dərsdən kənar söhbətlər edir. Dərsin çox vaxtı dinə gedir. Erkən evliliyə təşviq edir. Yəni kobud davranmağı artıq keçdim. Dərs vaxtı dindən danışsa belə artıq şükür eləyərik. Yəni o dərəcə 18 yaş üstü söhbətlər aparır. Belə. 7 saylı ictimai məktəbdə oxuyuram və bu günə qədər Minarə müəllimdən yəni mənə qarşı mənfi bir hərəkət və ya mənfi bir sözü olmayıb. Dini ayrımcılıq heç bir zaman etməyib. Məktəbdə digər uşaqlara qarşı məktəbdə? Digər uşaqlara qarşı çox yaxşıdır. Uşaqları sevir, nəzakətli davranır onlara. Dürdanə müəllimdən şikayətiniz nədir? Varmı şikayət? Bəli, yəni hər dərs olduğu kimi qızlar dedi. Elə də yəni belə bizi erkən evliliyə təşviq edir və dini söhbətlər edir. Yəni şəxsən hüquq dərsidir. Hüquqda yəni dinlə əlaqəlidir o qədər. Bizə dərs vaxtı gəlir, deyir ki, mənim ailəmdə o qədər problem var. Bir də gəlib sizə dərs keçirəm, mən bezmişəm sizin əlinizdən. Amma halbuki biz ona heç bir şey eləmirik. Müəllimələrin, valideynlərin və həmçinin şagirdlərin ittihamları ilə bağlı yenidən Dürdanə Nağıyeva ilə əlaqə saxladıq. O isə bizə telefon bağlantısı zamanı səsləndirilən ittihamların yalan olduğunu və ona qarşı böhtan atıldığını iddia etdi. Cəmiyyətə səslənirəm. Ən birincidə, ən başda da müsəlman ibadət əhlilərinə səslənirəm ki, Marniyol şəhərinin 7 saylı ictimai məktəbinin demək müdirə rəhbərlik görkəminə layiq olmayan, etik qaydalardan kənar olan bir qadının, bir müsəlman qadına mənə dediyi sözləri hamı diqqətlə qulaq asın. Demək, bu qadın mən müsəlman olduğuma görə, mənə sırf müsəlmanlığıma görə özü demək axirətə inanmır. Müsəlman olduğuma görə mənim hicabıma, geyimimə, namazıma, dinimə sataşır və bunların gerdə qalmışlığı olduğunu, insanları inkişafdan kənar elədiyini söylüyor və Peyğəmbərimə də açıq şəkildə burada yemin edirəm. Allahımın təşkiliyinə and olsun, Rəbbimin varlığına and olsun ki, mənim üzümə qarşı deyir ki, Muhammed Peyğəmbər, sənin Muhammed, kaftar Muhammed Peyğəmbərin, əxlaqsız Muhammed Peyğəmbərin, hansı ki az yaşlı uşaqla evlənib, o əxlaqsız, kaftar Muhammed Peyğəmbər. Bu sözlər Allaha yemin olsun ki, belə deyibdir bu sözlərimə. İndi də sırf əlindən gələn eləyir, şantajlar, səs yazılar müqayidə eləyir. Uşaqlar şahidlik verirdi, uşaqları demək saldı, qorxutdu, qorxuya saldı ki, sizi qoyulacaq məktəbdən, valideyninizə cərimə gələcək. Və bu günlərimdə ən çirkin demək şantajı eləyərək, hansı ki gedibdi yerli hakimiyyətdə, özü kimi vicdanını itirmiş, Allahdan qorxmaz, böhtançıl insanları demək əleyhimə şahidlik verirdi, güya ki, mən dərsdə din dərsi keçirəm və deyirəm ki, oxumaq zadı boş şeydə oxumayın, tezcə evlənin. Mən bunun tam tərsini deyirəm. Həmişə deyirəm ki, oxumaq lazımdır, ən çox da qadın xaylağına, yəni heç kimə möhtac olmamaq üçün. Bizim məktəbdə təkcə hüququ pozulmuş, incinmiş, demək, müəllimə təkcə mən deyirəm, məndən başqa bir cavan kadr yenə var, iş yoldaşım, onun da eynən məni kimi təhqir eləyir, incidir, hüququnu pozur. O da bu məsələ ilə ilgili, pozulmuş hüququndan ilgili bir neçə qurumlara müraciət eləyibdi. Görünən odur ki, baş verən məsələ ilə bağlı ciddi qarşılıqlı ittihamlar mövcuddur. Düşünürük ki, məsələ aidiyyatı qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalı və hüquqi qiymət verilməlidir.